Bismillahirrahmanirrahim. Salam değerli dostlar. Bugün biz daha bir önemli məsələ ətrafında danışmaq istəyirik. Allah Teala Qiyamət surəsinin 1 və 2-ci ayələrində çox önəmli bir mövzuya toxunur. Allah Teala ayənin 1-ci və 2-ci ayələrində belə buyurur. La uqsimu biyevmil qiyamə və la uqsimu bin nəfsil ləvvamə. And olsun qiyamət gününə və and olsun insanın qınayan nəfsinə. Təfsir alimlərini düşündürən bir məqam vardır bu ayədə. O da bundan ibarətdir ki, niyə Allah Teala qiyamət gününə and içəndən sonra insanın qınayan nəfsinə də and içir? Səbəbi nədir? Səbəb budur ki, Allah Teala qiyamət gününə and içməklə əslində qiyamət gününün məhkəməsini xatırladır. Qiyamət günü deyiləndə, yəni qiyamət məhkəməsi, Allahın məhkəməsi. Niyə Allah Teala bu iki məhkəməni yanaşı qoyub hər ikisini and içir? Çünki vicdan məhkəməmiz can məmləkətində o ilahi məhkəmənin bir şöbəsidir. Necə Allah Teala bizə xəbərdarlıq edir, bizim vicdanımız da bizə xəbərdarlıq edir. Həm cinayətdən öncə bizə deyir, cinayət törətməyin, o səhvi etməyin. Həm cinayət əsnasında o günahı ki edirsən, o əsnada bizə xəbərdarlıq edir, Allah da xəbərdarlıq edir. Həm də səhvi cinayəti törədəndən sonra, səhv edəndən sonra bizə deyir ki, Rəbbimiz də deyir, bağışlanmaq istəyin, gedin o insandan halallıq alın. Əgər bir insanın haqqına giribsizsə, Allahın haqqına giribsizsə, Allahdan bağışlanmaq istəyin. Vicdanımız da sona qədər əl çəkmir. Bu xəbərdarlıq mərhələsidir. İkinci, məlumatlıdır. Allah necə bizim bütün əməllərimizdə məlumatlıdır. Vicdan məhkəməmizdə də hər tərəfli məlumat vardır. Sən o vicdandan ayrı deyilsən. Nə edibsən o yaxşı bilir. Bəl insana ala nəfsi basira. Vələv əlqa ma'azira. İnsan özünü yaxşı tanıyır. Bu ikinci mərhələdir. Bu oxşarlıqları deyirəm. Bu iki məhkəmənin oxşarlıqları budur. Həm xəbərdarlıq edir Allah, vicdan da xəbərdarlıq edir. Həm hər şeydən məlumatlıdırlar, həm ədalətlidirlər. Siz vicdan məhkəmənizdə saxtakarlıq görməzsiniz. Sən özün olaraq, sən filan şəxs olaraq öz vicdanını saxta olaraq qane edə bilməzsən, onu aldada bilməzsən. O ədalətli qərar verir. Allah məhkəməsi də elədir. Dördüncüsü də qətiyyətlidir. Onun rəyini dəyişə bilməzsən. O düzə düz, əyri deyəcəkdir. İlahi məhkəmə də belədir. Ona görə Allah Teala Qiyamət surəsinin 1-ci, 2-ci ayələrində həm ilahi ədalət məhkəməsinə and içir, həm də bizim vicdan məhkəməmizə. Allah bizi həm vicdan məhkəməmizdə, həm də ilahi məhkəmədə alnı açıq, üzü ağ bəndələrdən qərar versin.